Hər vaxtınız xeyir. Azərbaycançılıq Azərbaycan tarixinin hansı dövründə axtarılmalıdır? Yəni biz Azərbaycan kəlməsindən, Azərbaycan məfhumuna söhbət təkcə kəlmədən yox, Azərbaycan varlığına hardan başlamalıyıq? Əlbəttə, tarixşünaslığımızda müəyyən boşluqlar var, amma bu boşluğu müxtəlif səviyyələrdə, müxtəlif araşdırmalarla doldurmağa çalışan insanlarımız da var və biz mütəmadi olaraq fəlsəfə üzrə, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşarın müxtəlif araşdırmalarını, müsahibələrini təqdim etmişik. Bu dəfə isə biz bu müsahibəni bir polemika şəklində təqdim edəcəyik. Belə ki, bizim iki müsahibimiz var. Biri elə qeyd etdiyimiz kimi hüquq üzrə fəlsəfə doktoru, tarixçi Nadir Şah Əfşar və Nadir Şah Əfşar dövlətinin Azərbaycanda unikal bilicisi Cahangir Hüseyn Əfşar. Xoş gördük. Və tarix elmləri doktoru İlham Həsənov. Xoş gördük. Və mən əslində bu polemika hər iki tarixçimizin arasında gedəcək, amma mənim də ara sıra kadr arxası deməli müdaxilələrim olacaq və Eldəniz xahiş edəcəm ki, sən bütün məqamları olduğu kimi təqdim edəsən. Beləliklə biz başladıq. Deməli, salamlayıram hər ikinizi. Çox sağ olun. Azərbaycançılıq ideyasını əslində çox vaxt biz zaman baxımından məhdudlaşdırırıq, biraz daha belə deyək. 19-cu əsrin sonunda ilk dəfə Azərbaycan adının işlənməsini qeyd edirik. 1873-cü illərdən, 70-ci illərdən götürsək. Amma Azərbaycançılıq ideyasının axı tarixi biraz da qədimdir. Yəni biz Əfşarlar dövlətinə qədər gedib çıxa bilərik. İndi Səfəvilərdən götürürük, amma onun daha bugünkü ekvivalenti daha çox Əfşarlar dövləti ilə bağlıdır. Nə dərəcədə bu nəzəriyyə, bu yanaşma doğrudur? Cahangir müəllim, sizdən başlayalım. Mən də izləyiciləri birinci növbədə salamlayıram. Həmçinin qarşıda həm Ramazan bayramı gəlir, həm də bizim qədim Novruz bayramımız gəlir. O münasibətlə də bütün izləyiciləri qabaqcadan təbrik edirəm. Bugün bu müsahibənin əsas məqsədi ondan ibarətdir ki, 1736-cı ildə, o devirdə də bu üst-üstə düşmüşdü. Həm Ramazan bayramı mart ayına düşmüşdü, həm də Novruz bayramı bildiyimiz kimi mart ayında həmişə qeyd olunur. O devirdə demək olar ki, Nadir xan 1732-ci ildən 1736-cı ilə qədər bugünkü Şimali Azərbaycanı, Dağıstanı, Gürcüstanı, bu Kaxeti ərazisini, Kalxidanı, sonra indiki Ermənistan ərazisini və Piotrun devrində 1722-ci ildə zəbt olunmuş ərazisini, yəni bütün Xəzər boyunu təxminən Astarxandan tutmuş, gedib çıxırdı indiki müasir Ermənistan, İran Respublikasının ərazisinə. Və 22 ildən artıq orada Piotr demək olar ki, öz qoşunlarını saxlayırdı və Nadir isə 1729-cu ildə və 1732-ci ildə iki dəfə ultimatum göndərdi ki, artıq Yelizavetə gəlmişdi hakimiyyət. Təcili sürətdə Rus qoşunları geri çəkilib çıxarılmalıdır. Əgər çıxarılmasa, hətta onun o devirdə Rus səfiri Yelizavetə yazmışdı ki, Nadirdən qan iyi gəlir. Əgər siz onun şərtini yerinə yetirməsəz, o Peterburqa qədər gəlib çıxa bilər. Yəni Nadir tarixdə çox böyük bir şəxsiyyət olub. Bunu demək olar ki, bütün dünyada bilinib 18-ci əsr. O devirdə bunun Hindistanın fəthi ilə bağlı, da o devirdə Hindistan dünyanın ən böyük imperatorluğu idi. Az bir müddətdə 1739-cu ildə 2 ay ərzində Hindistanı zəbt edir. Kernalda Hindistanın 600 minlik qoşunu məğlub edir və o devirdə Hindistanın şahı Məhəmməd Şah öz tacını gətirir, Nadir Şaha hədiyyə edir. Nadir isə o türk oğlu olduğuna gəlir, buradan o türkçülük var. O həmin tacı geri qaytarır, ancaq Hindistanın qərb hissəsini, indiki Pakistan,
Əfqanistan bir hissəsini İran deyilən o dövrdə Aryan ərazisi ilə birləşdirilir və Hindistanın 300 illik bütün xəzinəsini də Nadirə hədiyyə edir. Bugün məqsədimiz bu bayram ərəfəsində ondan ibarətdir ki, 1736-cı ildə ilk dəfə Nadir bu su qovşanda, indiki Sabirabad ərazisindən Kürdlə Arazın kəsişdiyi yerdə çox böyük bir qurultay keçirdi. O qurultay Nadirə qədər orta əsrlərdə elə bir qurultay keçirilməyib. Mən də artıq uzun illərdə tarixi tədqiqatlar aparıram. 100 minə qədər adam dəvət olunur. Onların 20 mini bu qonşu dövlətlərdən səfirliklər, deyilənə görə 80 min ordusu və özünün ailə üzvləri, İran əyalətinin bütün o məşhur insanları, xanları, bəyləri iştirak edir. Orada böyük bir həmin dövrdə ziyarət salınır, 12 min çadır qurulur, hamamlar, məscidlər tikilir. Böyük bir ərazidə həmin qurultayı keçirir və qurultaydan öncə belə bir çıxış edir ki, mən artıq bütün Azərbaycan ərazisini, Səfavilərin ərazisini təmizlədim. Artıq mən istirahət etmək istəyirəm, çəkilib Məşəddə yaşayacağam. Lakin təbii ki, Nadirin içərisində o imperatorluğunu qoruyub saxlamaq idi. Ancaq bu da bir onun atdığı siyasət idi. Və belə bir məsələ qoyulur ki, sizin şərtiniz nədir? Nadir birinci şərt, o da bilirsiniz də bu din məsələsi çox güclüydür. Məsələ qoyur ki, Şah Abbasın, Şah İsmailin devrində qəbul olunmuş bu şiəlik məzhəbini biz Cəfəri məzhəbi ilə əvəz edək və Cəfəri məzhəbi bildiyiniz kimi bu yerdə qalan o sünni məzhəbinin bir qolu sayılsın, Məkkədə də ona bir minarə ucaldılsın və bununla da Türk aləmində olan müharibələrə son qoyulsun və Türkiyə, Osmanlı Türkiyəsi ilə sülh bağlanılsın və dünyada da Turançılıq ideyası daha da böyüsün. Ona qədər artıq Nadir Orta Asiyanı da, dediyim kimi Şimali Qafqazı da, Türkiyənin indiki şərq hissəsini, İraqı, Suriyanı, həmçinin də bütün indiki bax bu Hörmüz boğazı deyilik ərazisində olan indiki ərəb dövlətlərinin ərazisini öz imperiyası ilə birləşmişdir. Bizim bu görüşdə həm mənim dostum, həm mənim həmfikirim, tarix elmlər doktoru İlham müəllim də iştirak edir. Mən istəyirəm ki, bir qədər də o da Nadir sevərdi, Nadir şünasdır. O da bu barədə bir qədər öz fikirlərini desin. Mən bir sual verim də İlham müəllim sizə. Bax, Nadir Şahın müəyyənləşdirdiyi xəritə, coğrafiya sonraki əsrlərə təsir etdimi? Dövlət çox yaşamadı, 11 il yaşadı. Amma sonraki dövrlərə o coğrafiya, o xəritə təsir etdi. Məsələn, Cahangir müəllim Hörmüz boğazının adını çəkdi. Hindistana qədər gelib çıxmışdı Nadir Şahın dövləti. Və sonraki dövrlərə bax, Nadir Şahın təsiri oldu mu sonraki formasiyalara? Təbii ki, Nadir kimi böyük bir şəxsiyyətin yaratdığı dövlətin uzun müddət yaşamaması həm tarixi məntiqin gelişində özünü göstərdi, yaxşı mənada. Həm də tutaq ki, o imperiyanın dağılması, o məntiqin pozulması mənasında mənfi təsirlərini göstərmiş oldu. Nadir əlbəttə böyük bir dövlət yaratmağı hədəfləmişdi və o hədəfə də yetmişdi. Amma burada bizim əsas məqsədimiz, bizim söhbətimizin qayəsi Cahangir müəllimin danışığından da belə görünür və çox doğrudur ki, Nadirin Azərbaycan anlayışına, Azərbaycan məhfumuna münasibət məsələsi ortaya çıxır. Nadir ümumiyyətlə teokratik prinsiplərə əsaslanan, yəni sırf o zəmində olan bir köçəri feodal dövlətini yaratmaq kimi bir məqsədi təqib eləmirdi. Nadir əslində o teokratik bu dini ayrı-seçkilik bəlasını aradan qaldırıb vahid İslami prinsiplərə, onun ortodoksal prinsiplərinə əsaslanan bir dövlət yaratmaq istəyirdi və onu dövlətin işlərinə qarışmaq, dövlətin işlərinə müdaxilə etmək mövqeyindən aralamaq istəyirdi. Əlbəttə ki, o dövrün abu-havası belə idi ki, onda bunun ötəsindən gəlmək olmazdı. Təbii ki,
Nadir ilkin qələbələrinin hamısını o şiəlik bayrağının altında qazanmışdı. Elə evlatlarına o istiqamətdə də adlar qoymuşdu. Yəni Rza Qulu qoymuşdu, İmam Qulu qoymuşdu, atasının adını daşıyan Nəsrullah qoymuşdu. Yəni sonra iqtidar sahibi olandan sonra o məsələyə yenidən baxmaq qərarına gəldi. Onda da İslam dünyasının əmirəl-möminini, yəni xəlifəsi Türk sultanları idi 1517-ci ildən başlayaraq. Onda Türk sultanına bir məktub da istiqamətləndirmiş, göndərmişdi ki, siz mənim dediyim, yəni o şiəlikdəki imamlardan birinin dini hüquq prinsiplərinə əsaslanan dinimi götürsəniz, onda elə məmləkətləri də birləşdirmək olar. Təbii ki, mən bunu ədəbiyyatlardan filanlardan oxumuşam, konkret olaraq onun mənbəsinə rast gəlməmişəm, amma müxtəlif kitablarda bu barədə var ki, 1-ci Mahmuda məktub göndərir. Və burada məqsəd ondan ibarət idi ki, bu ərazidə yaranan dövləti Azərbaycançılıq prinsipləri əsasında qura bilsin. Yəni, xalqı parçalamasın. İndi Cahangir müəllim bayaq çox ətraflı şəkildə Su qovşanda keçirilən qurultaydan danışdı. O qurultayın məhz Azərbaycan ərazisində olması da təsadüfi deyildi. Çünki dövlətinin nüvəsində əsasında Azərbaycanı qoymaq istəyirdi. Ona yaxından yardım eləyən, kömək eləyən qüvvələrin də, çünki onun qüvvəsində, hərbində 2 istiqamətli ordu var idi. Biri nizami orduydu, o müxtəlif xalqların nümayəndəsi də ola bilirdi. Bir də könüllü, əsas könüllülərdə də əsas o türk ünsürlərindən, türklərdən ibarət olanlar idi. Və Nadirdən qabaq Səfəvilərin vaxtında da hələ inzibati ərazi bölgüsündə Azərbaycan adı çəkilir. Yəni Azərbaycan bəylərbəyliyi, paytaxtı da Təbriz şəhəri idi. Yəni o zaman ümumiyyətlə Azərbaycan ərazisi 4 bəylərbəyliyin içərisində hifz olunurdu. Azərbaycan bəylərbəyliyi idi, Qarabağ bəylərbəyliyi idi, paytaxtı Gəncə idi. Şirvan bəylərbəyliyi idi, onun da paytaxtı Şamaxı idi. Sonra da Çuxur Səhət bəylərbəyliyi, onun da paytaxtı İrəvan şəhəri idi. Amma Nadir qurultaydan sonra həmin ərazilərin hamısını bir Azərbaycan əyalətinin altında birləşdirdi. Beləliklə, o Azərbaycan məfhumunun, Azərbaycan anlayışının özü bir inzibati ərazi vahidi olmaqdan dönüb həm də bir siyasi vahidə çevrildi. Və onun ərazisində həmin o əyalətin içərisinə indiki Ermənistanın, indiki Gürcüstanın, Şimali Qafqazın və təbii ki, bizim indiki yaşadığımız Azərbaycanın ərazisi daxil idi. Osmanlının o devirdə indiki Osmanlılardan götürdüyü ərazilərdən müəyyən qismi o İsmailin vaxtında əldən gedənlərin də müəyyən qismini geri qaytarmışdı. Şərqi Anadolu deyilən yerləri təbii ki. Yəni bu Nadir Əfşar bütün bunlarla göstərmək istədi ki, Azərbaycan özünün yaratdığı dövlətin taleyi daha çox Azərbaycançılıq amilindən bağlıdır. Azərbaycançılıq görüşünlə bağlıdır. İndi mənbələr məlumat verir ki, öz hərbiçilərinin rəhbərlərini, hətta bəzən şəxsi heyətin adını ad-ad desə də, onlarla danışanda elə Azərbaycan dilində danışırdı. Onların hamısına müraciət edəndə Azərbaycan dilində danışırdı. İndi burada əhəmiyyətli olan nədir? Əhəmiyyətli olan odur ki, sonra Nadir Əfşarın yaratdığı böyük bir imperiya dağılsa da, o Azərbaycançılıq məhfumu siyasi yükünü saxlamaqla davam elədi. Davam elədi və sonra 19-cu əsrin ikinci yarısından etibarən, indi biz onu tarixçilər öyrənirik ki, o Kəşkül qəzetində, ondan sonra Ziya-i Qafqaziyyə qəzetində o Azərbaycan məhfumu açıq şəkildə istifadə işarələnirdi, oxunurdu. Sonra 1918-ci ildə Azərbaycan Cumhuriyyəti yarananda ona ad qoymaq məsələsi ortaya gələndə Cumhuriyyət babaları söylədi ki, mütləq bu Azərbaycan adlanmalıdır. Hətta o zaman Azərbaycan anlayışı Cənubla bağlı olduğuna görə İran tərəfi çox ciddi etiraz edir. Cahangir müəllim, razısınız bu fikirlərlə? Tamamilə doğrudur. Həmin devirdə
İlham müəllim dediyi kimi Azərbaycan adının qoyulması bir sıra belə mübahisələrə səbəb oldu. Hətta İran dövləti o devirdə etiraz etmək istədi. Versal müqaviləsinə, sülhünə adam göndərdi ki, dövlətin adı belə olmaz. Ona görə də müəyyən müddət ərzində o Azərbaycan sözünün əvvəlinə bir şimali Azərbaycan Cumhuriyyəti əlavə etmək məcburiyyətində qaldılar. Yəni sözüm orasındadır ki, o dövlətin nüvəsi Azərbaycançılıq prinsipi ideologiyası Nadir Əfşarın böyük tarixi xidmətlərindən biridir. Həmçinin İlham müəllim, burada biraz da yəni siz mənə maraqlıdır. Yəni o dövlətçilik ideyası. Çünki ümumiyyətlə niyə görə biz bax bu Nadir Əfşardan götürmürük bütün bu prosesləri? Problem nədədir? Bəlkə tarix. Yox, mən deyim də. Bir qədər bunun ideoloji tərəfi ondan ibarətdir ki, Çar Rusiyası heç cürə bu türkçülüyü, həmçinin Sovet İttifaqı da bunu qəbul etmək istəmir. Deyəndə bunun başqa bir mövzu olsa da deməliyik ki, onlar Nadiri bir qançən kimi təsəvvür etmək istəyirdilər. Hətta Sovet ensiklopediyasında Nadirin adı yoxdur. Təsəvvür edin ki, dünyanın 5 böyük sərkərdəsindən biri olan Nadir həmin ensiklopediyaya salınmamışdı. Hansı ki, bugün də bütün dünya tarixçiləri, elə həm ingilislər, Oxfordi, Lockhart, bütün Holland, Rus, hətta ermənilər, gürcülər, Hind, hamısı Nadirin şəxsiyyətini Makedoniyalı İskəndər, Çingiz xan, Əmir Teymur, hətta Napoleonla müqayisə edirlər. Və buradan əsas məqsədimiz ondan ibarətdir ki, bu polemikada. Bu il, yəni Nadirin hakimiyyətə gəlməsinin və Əfşar dövlətinin yaranmasının 290 ili tamam olur. Yəni 1736-cı ildə Muğanda qoyulan qurultay bugün 290 ili tamam olur. Mənim arzum, istəyim ondan ibarətdir ki, hər bir xalq öz qəhrəmanlarını tanıtmalıdır. Bunu nə başqa bir millət bizim yerimizdə tanıtmalı deyil. Hətta dünən bir yaxşı bir məlumat mən eşitdim ki, Monqolistanda hava məkanında uçağın adı Çingiz xandır. İndi təsəvvür edin ki, Çingiz xanın bugün milliyyəti bütün tarixçilər tərəfindən qoyulur ki, bunun da kökündə türkçülük olub. Ancaq Monqollar Çingiz xanın haqqında bəlkə də onlarla film çəkilib, bəlkə də yüzlərlə əsərlər yazılıb, adı da əbədiləşdirilib. Həmçinin bunu Özbək qardaşlarımız da Teymur Ləngin timsalında göstərmək olar. Qərb ölkələrində isə də bildiyiniz kimi Makedoniyalı İskəndər, Napoleonun özü, bütün Avropanın harasına getsən, Napoleonun adını orada rast gəlir. Tamamilə doğru. Yəni biz də istəyərik ki, biz Azərbaycan tarixini tanıdaq. Bu həm gələcəkdə Azərbaycan Respublikası üçün, həm də turizmin inkişafı üçün, həmçinin Azərbaycan deyilən bu türk məmləkətinin adı üçün dünyada daha da bütün xalqlara məlum olsun. İndi müasir devirdə görürsünüz İranda gedən hadisələr, hansı ki bizim orada 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Lakin bunu inanın ki, bəlkə də dünya ölkələrinin əksəriyyəti bunu dərindən bilmir. İranı bir Fars məmləkəti kimi tanıdırlar. İndi biz də İlham müəllimlə belə bir polemikaya girdik və arzumuz, istəyimiz ondan ibarətdir ki, bizim Azərbaycan tarixçiləri də, dövlətimiz də nəinki elə bir Nadir Şahın, elə Şah Abbasın özü böyük bir sərkərdə olub, Təhmasibin, Şah İsmailin və yerdə qalan demək olar ki, bizim məşhur böyük türk sərkərdələrin, elə Atabəylərin özü haqqında əsərlər yazılsın, tarixə salınsın, orta məktəb dərsliklərində, ali məktəb dərsliklərində bunlar keçilsin. Bu həm gələcəkdə bir vurğuladım, turizm potensialı üçün də böyük əhəmiyyəti olar. Sözünüzə qüvvət, Cahangir müəllim. İşğalçı təbii ki, öz niyyətlərini bilirdi. O başa düşürdü ki, Nadir Əfşar hansı missiyanı təqib edirdi, onu bilirdi təbii ki.
Ona görə də Nadir haqqında görürsünüzmü, həm Çar Rusiyasının tarixşünaslığında çox az məlumat var, həm də Sovet tarixşünaslığında. Olsa da onun təhqiqini tutaq ki, o türk məqamına etina etməyən, hətta ona nifrət edən adamlara tapşırmışdılar. Biz monografiya oxumuşuq ki, bizə ədəbiyyat kimi yazdırırdılar. Əşrəfiyanın, Nadir Əfşarla bağlı erməni idi. İndi görürsən, bu öz vicdanının səsindən, bayaq adını çəkdiniz siz, Lockhart'ın 30-cu illərin sonlarında yazıb onu. Və ödüdə onun hər sətrində rəğbət var Nadirə. Çünki orada Nadirin sənətkarlığı, hər bir istedadı bir oca verir, özünü göstərir. Sonra bayaq adını çəkdiyiniz Aksvortinin. İndi yeri gəlmişkən, burada mən bir məsələni də belə xatırlatmaq istəyərdim. Siz bunu dəfələrlə çıxışlarınızda da demişsiniz. Nadirin şəxsi tarixçisi var idi. Mirzə Məhəmməd Mehdi Astrabadi. Onun əsəri İranda çap olunub. Tarixi Cahangüşe-i Nadiri. İndi təəssüflər olsun ki, əsər bu günə qədər Azərbaycanda. Və bilirsiniz, çünki Nadirin şəxsiyyətinə biz tarixi düşüncə fonundan münasibət göstərə bilmirik. Biz bilmirik ki, Nadir nə qədər böyük şəxsiyyət idi. Məsələn, Azərbaycanın deyək ki, belə müəyyən tarixi keçiddə faciəsi Nadirə şəxsiyyətinə, onun həyatına olan qətllə, qəsdlə başladı. Azərbaycan parçalandı. 20-yə qədər xanlıq, müəyyən vahidlər yarandı. Amma bunların hamısının idarəsi Nadirin əlində idi. Bayaqlar mən dedim, İbrahim onun qardaşı idi. İbrahimə ikinci şah deyirdilər. 38-ci də öldürdü, sonra onun yerinə bir Məhəmməd Əli gəldi filan, sonra onun qohumu var idi, Əmir Aslan. Yəni sözün burasındadır ki, onun fəaliyyətində Azərbaycan amili çox böyük üstünlük təşkil edirdi. Şah İsmailin də vaxtında vardı bu bəylik kimi, amma sadəcə bir məhfum kimi mövcud idi. Bax, onun siyasi çalarından da Cumhuriyyət babalarımız istifadə elədi və dövlətimizə Azərbaycanın adını qoydu. Belə bir şey də var. Görürsən ki, biz Azərbaycan adını deyəndə bir tarixçi kimi də geyib qabaq kəsirlərə onu Atropatena ilə bağlayırıq. Hətta sizin yaxın dostunuz, oğlunla da mən yaxınam. Deməli, Həsən Həsənov Azərbaycan adını aparır, eramızdan qabaq 612-ci ilə çıxardır ki, Asturiya imperiyasının süqutundan sonra. Çünki o Marcellinin əsərinə istinad edir ki, orada bir dövlət yarandı. Amma bilirsiniz, orada məsələ budur ki, söhbət Asturiyanın içərisində yaranan bir dövlətdən gedirdi. Və eyni zamanda Atropatenanın adının təsriflənməsindən. İndi biz deyirik ki, ərəblər bir cür ad verirdi, farslar bir cürə deyirdi, ermənilər bir cürə, gürcülər bir cürə. Yəni fonetik dəyişikliyə baxmayaraq mənası bir idi. Amma konkret Azərbaycan adının üstündə hədəflənib. Böyük bir ərazini Azərbaycan əyalətinə çevirmək Nadirin işi idi. Cahil müəllim, bax, belə deyək də, bu boşluqlar tarixdə, tarixşünaslıqda zaman-zaman coğrafiyamızda baş verən proseslərə də əslində təsirini göstərir. Məsələn, bugün İranda baş verən, neçə vaxt baş verən proseslər, siz dəfələrlə bunu şərh eləmişsiniz müxtəlif platformalarda. Əslində, İran tarixçiləri belə bu boşluqların olması, yaxud boşluqlar yox, bunları görməzlikdən gələrək Azərbaycan tarixini saxtalaşdırırlar. Gəlin bu paralelləri axtaraq da, bugün bax görürsünüz, biz son vaxtlar İranın müxtəlif vaxtlarda cənab prezident qeyd etdi ki, İranın bizə qarşı müxtəlif yalan məlumatlarının şahidi oluruq, tarixi təkziblər görürük, tarixi yalanlar görürük. Necə şərh edərsiniz? Bax, siz bunları yaxından... Bunun, Kamran bəy, əsas məqsədi və kökü oradan ibarətdir ki, orta əsrlərdə Osmanlılar bütün Avropanın demək olar ki, şərq hissəsini, Afrikanın şimal hissəsini və böyük bir imperiya yaratmışdılar. Və məhz Birinci Dünya müharibəsində Osmanlılar məğlubiyyətə uğrandı və Atatürk'ün sayəsində Türk Respublikası yarandı. Nadir Şahın da devrində təxminən 4-5 milyon kvadrat kilometr ərazisi olan Əfşarlar dövləti yarandı. Bu məsələ bütün Avropanı, hətta Amerikanı, Rusiyanı çox narahat edir. Onlar başa düşürdülər ki, bu iki imperiya birləşə bilsə, bu Piotr'un vəsiyyətində də var. Hətta ona görə Piotr deyirdi ki,
Siz o dini ayrılıktan istifadə eləyin ki, bu bir millət birləşməsin. Bu Pyotrun vəsiyyətində var. Və belə alındı ki, həmin devirdə mən bu barədə var, mənim əsərim də var, filmdə çəkilib, orada da demişəm. Avropa dövlətləri Nadirin həyatına sui-qəsd təşkil etdilər. Mən bunu bir köhnə xəfiyyə işçisi kimi, istintaq əməliyyat işçisi kimi mən bunları çox belə tədqiq eləmişəm. O devirdə Bazen adında bir keşiş Nadirin həkimi kimi ona verilir. O vaxtı da bir ticarət İngiltərənin West Hind şirkəti tərəfindən. Həmin Bazendə 1746-cı ildə Nadirin sarayına daxil olur və az bir müddətdən sonra 1747-ci ildə Nadirə sui-qəsd təşkil olunması, mən deyərəm ki, onun tərəfindən idarə olunur. Əlbəttə, burada vurğuladıqda o devirdə heç cürə alınmaq istəmirdi Rusiya ya Avropa, hətta şərq ölkələrdəki belə bir böyük imperiya yaransın. Və Nadirin imperiyası o sui-qəsddən sonra bildiyiniz kimi az bir müddətdə demək olar ki, parçalandı. Burada da elə həm şimal qonşumuzun, həm Avropa dövlətlərinin də rolu oldu. 20-dən yuxarı xanlıqlar yarandı və sonda da bilirsiniz də 1828-ci ildə Gülüstan müqaviləsi ilə Şimal Azərbaycan Rusiyanın ərazisinə daxil oldu. Ancaq bugün biz qürur keçirdirik ki, Azərbaycan son bu zəfər bayramı ilə öz suveren ərazilərini bərpa edə bildi. Məhz 200 il davam edən bu Qarabağ məsələsi mən elə hesab edirəm ki, bir dəfəlik həll olundu. Ancaq bugün Cənub məsələsi çox önəmlidir. Bu məsələyə də mən istəyirəm az da olsa toxunaq. Mən şəxsən Amerika Birləşmiş Ştatlarının, İsrailin apardığı siyasəti ürəkdən bəyənməsəm də ancaq tərəfdarıyam ki, İran deyilən bir ərazi, yəni bu ideoloji bir ərazi, rejim dəyişikliyi olsun. O rejim dəyişikliyi olsa, İranda yaşayan nəinki Azərbaycan türkləri, bütün millətlər ilə, farslar da, ərəblər də, kürdlər də, başqa millətlər də azad, demokratik yaşayarlar. Bildiyiniz kimi, həmin dayında orada gedir müharibələr, mən axırıncı əsərimi elə tamamlayıram, o hissəyə də yer vermişəm və qismət olsun ki, az bir müddətdə dediyim kimi İranda da demokratik bir cəmiyyət yaransın və o cəmiyyət yaranarsa, elə Nadir şahında bütün o dediyimiz bayaq vurğuladığımız 1000 il İran ərazisində türklərin imperiyaları olub. Atabəylərdən Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, elə Qacarlara qədər türk imperiyaları, yəni imperiyaları orada davam edib. Ancaq indi Pəhləvi rejimi Birinci Dünya müharibəsindən sonra hakimiyyət ələ keçirdi. Orada da müəyyən siyasi məsələlər var idi. Yəni bunlar əsərlərdə gedib, yəni çox vaxt alıb elə İlham müəllimdən burada almaq istəmir. Bir kitabı Cahangir müəllimin çıxıb, Cahangir müəllimçinin sözünüzdə qüvvət. 2014-cü ildə Bakıda çıxıb, nəşr olunub. 2015-ci ildə də Türkiyə Respublikasında. Və burada çox maraqlıdır ki, bir xüsusi hissədə təxminən bir 15-16 səhifəlik material var ki, Nadir Şah və Azərbaycançılıq. Çox maraqlı bir şeydir. Bax, bu kitab da budur. Bu da Türkiyədə çıxandır. Yəni, Nadir Şah özünün o dünyəvilik sistemini, dünyəvi idarəçilik sistemini yaratmaq istiqamətində öz hədəfinə yetə bilmədi. Təəssüflər olsun ki, siz deyən kimi, onu elə mən də təqdir edirəm ki, çünki o Bazinin Roma papasına məktubu var. O məktub tutaq ki, bir din adamının, bir dindarın, tutaq ki, bir ruhani adamın məktubundan daha çox bir xəfiyyə və ondan sonra bir kəşfiyyat məlumatlarını xatırladır. Bəli, Nadir enerjisinə görə, filana görə o dövrünün böyük dövlətlərini
narahat eləyirdi. Ona görə onun fiziki cəhətdən məhv edilməsi onların gündəmi idi. Təəssüflər olsun ki, bunu da bacardılar. Çox təəssüflər. Və Cahangir müəllim, son sözü istəyərdik deyəsiz, çünki biz sizlə müxtəlif vaxtlarda bu mövzuları aparmışıq. Tövsiyəniz nədir? Nə tələb olunur bizdən ki, Nadir Şahın irsi yaşasın, Nadir Şahın dövlətçilik irsi. Çünki sizin filminiz var idi, Müstəqil Azərbaycan Respublikası və Nadir Şah dövləti. Və siz buna çalışırsınız. Amma siz həm də bir gələcək nəsillərə və bugün bu işlə məşğul onlara bir tövsiyə verə bilərsiniz axı. Vallahi mənim tövsiyəm ondan ibarətdir ki, Azərbaycan tarixi daha da saflaşdırılsın. Da indi Sovet devrində, elə Çar Rusiyası vaxtında da bu çox saxtalaşdırılıb. Hətta 1944-cü ildə Stalin SSR Mərkəzi İcra Komitəsinin qərarına saldırıb ki, SSR ərazisində yaşayan Türk xalqlarının tarixi tamamilə ləğv edilsin. Da bu qərardır, bu mənim əsərlərimdə var. Və həmin devirdən, bilirsiniz, bu günə qədər də elə Orta Asiya respublikalarını götürək, Azərbaycanı götürək, Türkiyə ilə yaranan o sərhəddi götürəncə son vaxtlar da indi biz Türkiyə, bizim qardaş dövlətimizdir, Türk Dövlətlər Birliyi yarandı. Şuşa şəhərində də, Orta Asiyada, Səmərqənddə də, hətta bizim cənab prezident də göstərdi ki, biz Azəri türklərinin mədəniyyətini, tarixini, dillərinin qorunması üçün hər birimiz mübarizə aparmalıyıq. Və bu mübarizədə tarixdən başlayır. Gərək tarixi bilək, düzgün bilək. Ondan sonra da dediyimiz kimi, həmi cənubda yaşayan da indi 40 milyon insan, mən deyərəm ki, bəlkə də Avropanın ən böyük dövlətləri ilə müqayisə oluna bilər. Hətta üstə də gəl 50 milyon Azərbaycan Respublikasında olan 10 milyonunda, hətta dünya səpilən türkləri də götürsək. Ancaq burada yenə də siyasət, tarix, birinci tarix ortaya çıxarılmalıdır. Tarix dəqiqləşəndən sonra mən elə hesab edirəm ki, zaman gələcək və arzu eləyək ki, bu həqiqət, bizim fikirlərimiz həqiqət olacaq. Təşəkkür edirəm hər ikinizə. Siz də sağ olun. Bəli, polemikamız sona çatdı və düşünürəm ki, məhz bu cür polemikalar, bu cür dialoqlar müasir dünyamızda informasiya texnologiyalarının inkişaf etdiyi, hətta süni intellektin mövcud olduğu bir zamanda tarixin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından vacibdir. Bir daha xatırladıram ki, müsahiblərimiz hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynəfşar və tarix elmləri doktoru İlham Həsənov idi. Salamat qalın.